Hamıya salam uşaqlar, mən Ayxan. Bugün sizlərlə birlikdə yeni bir video ilə qarşınızdayım uşaqlar. Bu günləri sizə davada beyzbol sopası necə istifadə edilir onu göstərəcəm. Videoya keçməmişdən əvvəl kanalıma abunə olub like atmağı unutmayın. Bir də ki kanal yenidir. O bir kanalımı buradan keçib izləyə bilərsiniz. Linkini bura qoydum. Oradan da keçib əsas kanaldır. Abunə ola bilərsiniz. Ancaq orada short paylaşıram. Yəni belə videolar yox. Əsas kanal buradır. Düzdür, oranın abunəçiliyi buradan çoxdur, amma bu təzə kanalda mən daha çox video paylaşacağım. Bugün sizə davada beyzbol sopası necə istifadə edilir onu göstərəcəm. Gördüyünüz kimi sopamız buradadır belə. Burasını niyə bantla bağlamışam deyənlər üçün şeydir uşaqlar. Biraz yaxşı görsənmirdi burası. Və nəsə olmuşdu. Kraskaymış, nə olmuşdu? Ona görə belə bağlamışam, amma qəşəng sopadır belə. Bugün bunun necə istifadə edildiyini davada sizə göstərəcəm. Təbii ki, mən bunu heç bir zaman davada istifadə eləmirəm. Yəni sadəcə sizdən ötürü paylaşmaq üçün videonu çəkirəm. Pis istifadə etmələrə görə yox. Uşaqlar, bugün bütün ağlınızdakı bunun haqqında bildiklərinizi, bu beyzbol sopasının haqqında bildiklərinizin hamısını yadınızdan çıxardım. Çünki mən niyə təzəsini sizə bugün göstərəcəm. Yəni beynimizdən hamısını çıxardım. Mən sizə bugün daha yaxşısını göstərəcəm. Video da biraz uzun ola bilər. Nəysə, çox danışdım. Keçək videomuza. Birinci qaydamız uşaqlar, elə bil ki beyzbol sopasının necə tutuluşundandır. Yəni mən sizə onu göstərəcəm hələ ki. Necə tutuluşundan onu göstərəcəm. Elə bil ki beyzbol sopası gəlin mən sizə belə göstərim. Baxın. Belədir. Elə. Baxın, buradan mən usta belə xətt qoymuşam da. Yəni bura baxın, bura. Belə buradan xətt qoymuşam usta. Deməli indi buradan elə bil ki baxın belə tutursunuz. Düzdür, mən yəni sol əlimdən tutmuram. Deməli indi buradan belə tutursunuz. Baxın. Belə. Belə göstərim. Buradan belə tut. Baxın. İnsana baxın belə eləyəsiniz bax. Vurdun, çəkdin. Yaxşı. Baxın belə vurdun, tez çəkdin. Heç bir zamanlar, heç bir qətiyyən, heç bir zaman hamımıza aiddir. Bu sopanı baxın. Buradan belə tutmayın. Baxın, düz buradan belə bu dirsək yerindən heç bir zaman tutmayın. Çünki çox çətin olacaq sizə bunu istifadə. Özdə qaldıramayasınız. Bunu belə eləyəsiniz, bunu eləyəndə. Bu alınmayacaq belə. Əlinizdən belə sürüşüb ki nəysə uşaqlar, dediyim kimi heç bir zaman baxın buradan belə dirsəkdən tutmayın. Baxın, belə tuta bilərsiniz. Baxın buradan. Belə də tuta bilərsiniz. Əgər iki əllə də tutmaq istəyirsinizsə, bu əlinizi bura qoyasınız, o birisini isə bura qoyub belə vurasınız. Keçək necə vurulur ona, necə yəni vurub onu və xurtqa işini çıxartmaq olar, onu zarafat edirəm. Ciddi almayın da dediklərini. Yəni küçədəyim belə axşam bucu qarşı hər nəysə mən ona görə tez videonu çəkəcəm biraz. Bir 11 dəqiqə 10 dəqiqəlik olacaq video. Belə heç bir zaman indi sizə haradan vurulur, necə vurulur onu göstərəcəm. Heç bir zaman insan biraz arxaya gedir. Elə bil ki uşaqlar, baxın beyindən, yəni deyimizsə başdan heç bir zaman vurmayın. Nə başdan, nə əldən, əl qırıla bilər, zədə olar. Əslində qırılanda yəni bilmirəm, sizə şey olacaq. Qulaqdan, burundan, yəni ümumiyyətlə baş hissəsində heç bir zaman vurmuruq. Çünki insan beyin qanaması keçirdib ölə də bilər, vəfat edə bilər. Belə şeylər ola bilər. Əsas vuruş yerləri sizə deyim mən. Bura qollar, qollardan belə vurasınız. Vurdunuz qolları da. Qollardan bir də təbii ki belə ayaqdan vurasınız. Qoldur, ayaqdır. Yəni belə dediyim kimi belə buradan tutursunuz, belə qol, ayaq, sonra altdan belə vurursunuz. Belə deyim sizə, bunu belə eləyirsiniz. İkincisindəki hərəkətlərini də sizə göstərir. İkinci nəysə də belə hərəkətləri sizə göstərəcəm. Beyzbol sopası necə fırladılır. Ya da bunu qoyaq bir kənara, bunu kənara. Axırda bunu sizə göstərəcəm. Baxın, bunu belə eləyəsiniz.
Sopanı görürsünüz də, elə bil ki, bunu heç bir zaman belə eləməyin. Baxın, qarşısına elə bil ki, sizə qarşı gəlirlər. Heç bir zaman nə belə eləyəsiniz, nə sənə belə eləyəcəm. Baxın, belə eləməyin. Bax. Belə işlər heç bir zaman görməyin. Baxın, belə də eləməyin. Bu açıq bir təhdid eləməkdir, təhqir, belə bir şey eləməkdir. Əsas qayda odur ki, insan nə tərsə qabaqdan belə gəlir ki, nə vaxtsa belə qabaqdan gəldisə, siz onu, əgər sizə qarşıdan belə gəlirlər, baxın, onun qorxması üçün belə eləyəsiniz, bax. Götürdünüz, belə yenə burada belə hərəkətlər elədiniz, belə özünüzü belə gələsiniz, baxın. Nəsə problemim var, belə bir sözlər deyəsiniz, o da ki, sizdən çəkinəcək. Bir də bunu deyim, uşaqlar, əgər ki, kimin sənində alət, kəsici falan, nə bilim, döyüş əlcəyi, nə bilim, 5 barmaq falan, onlar yoxdursa belə vurmağa, heç onların əlində alət, siz belə bir şeylərdən heç bir zaman istifadə eləməyin. Əgər ki, onların əli belə boşdursa, siz də boş olub, belə vurmalısınız. Belə vuranda da ki, isə dediyim kimi, üzdən belə vura bilərsiniz, amma beyzbol sopasında heç bir zaman qətiyyən vurmamalısınız. Üzdən belə vura bilərsiniz, burundan, başdan belə vura bilərsiniz. Nə gəldi vura bilərsiniz, yəni. Bu da kanalda onsuz da mən belə davada falan da necə vurur, necə yumruq atılır, hər şey sizə göstərəcəm. Həm də ki, idman kanalı kimi də bir şey olacaq, yəni bu kanal. Mən sizə onsuz da hər şeyi göstərəcəm bu kanalda. Uşaqlar, belə bunları qoyduq bir kənara. İndi bir də mən sizə bunu keçək. Elə bil ki, belə. Sizə elə bil ki, beyzbol sopası onların da əlində var, sizin də əlinizdə var. Heç bir zaman onların, dediyim kimi, baxın, bu dirsəkdən tutmuşsunuz, buradan tutursunuz. Belə. Onlar sizə vurmanır. Siz onların, baxın, dizindən belə vurmalısınız. Onların da əlində beyzbol sopası var. Siz onların dizindən belə vurub çəkəsiniz ki, onlar şikəst qalacaq, qırılacaq, ayaqlar şikəst qalacaq. Artıq bundan sonra ehtiyac yoxdur vurmağa. Tez onlar sizə vurmamış, siz altdan belə dizindən vurmalısınız. Yəni, bir də ki, onu deyim, sizin də yəni yanınıza bir neçə nəfər gəlməlidir ki, götürməlisiniz ki, tək olmayasınız da belə. Bunu da dedim sizə. Bir də ki, nə deyim? Dediyim kimi, heç bir zaman bu hərəkətləri eləməyin. Belə hərəkətlər eləməyin, çünki bu da təhdid eləməkdir. Qarşıdan siz təksinizsə, 4-5 nəfər, 7-8 nəfər də ola bilərlər. Özünüz təksinizsə, ya beyzbol sopasını atasınız yerə, qaçasınız, ya da onlar sizi şut və vurub razılayacaqlar. Yəni, onu deyim, tək çarəviz olacaq. Ya qaçmaq, ya da ki, onlarla qarşılaşmaq. Yəni, belə. Çünki mənim bildiklərim təkcə budur. Yəqin ki, başa düşdünüz də dediklərimiz. Bir də ki, üzrsən, biraz keyfiyyət yaxşı olmaya bilərdi də onu. Uşaqlar, indi sizə göstərim fırlatış hərəkətlərini. Necə davada istifadə edirsiniz. Baxın, belə vurdunuz, birini vurdunuz, üçüncüsünü də vurdunuz, üçüncüsünü. Elə bil ki, beyzbol sopasının əlinizdən baxın, belə düşdüyü an, yaxından gələcəksən. Baxın, beyzbol sopasının əlinizdən düşdüyü an belə eləyəsiniz. Və düşmək istəyən kimi baxın belə. Bu hərəkəti mən 1 ilə düz öyrənmişəm. Yəni, baxın, əgər davayızda qətiyyən bu hərəkətlə əlinizdən belə düşüb bir şey ola bilər, sizi dağıdıb öldürərlər. Yəni, cəmiyyətin ortasında yəni rüsva eləyərlər. Ona görə qətiyyən belə mən deyil. Sadəcə sizin onları qarşı etməniz, belə vurmaq, belə qoymaq. Bu hərəkətləri də eləyə bilərsiniz. Bir də bunu da eləyə bilərsiniz. Baxın. Daim bir də kameranı sizə belə qoyum. Uşaqlar, baxın. Belə də eləyə bilərsiniz. Bunu götürüb altdan belə də ata bilərsiniz. Belə bir şeylər də eləyə bilərsiniz. Baxın, götürürsünüz bunu belə. Belə eləyib altdan da ata bilərsiniz. Onun ayaqlarına ilişib. Amma bunu mən kinolarda falan da görmüşəm. Yəni, çox belə bir şeylər eləməyin. Yəni, kameranı da düzəldim. Uşaqlar, baxın belə. Dediyim kimi, baxın, bir də belə də hərəkətlər eləyə bilərsiniz. Belə fırladırsınız, nə bilim. Belə eləyib bu əlinizə keçirirsiniz. Ondan sonra bu hərəkəti çox istəyənlər olar. Baş barmağınızı baxın bura qoyursunuz. Bu barmaqlarınızı da belə baş barmağınızı bura qoyan kimi
belə tutub iki əllə belə təkanlandı. Yəni belə vurub çəkə bilərsiniz belə. Başdan qətiyyən vurmuş istədiyim kimi başlıqda. Ancaq qollar, çiyin, ayaq, diz qapağı, yəni və s. belə çökəltici yerlərdən vura bilərsiniz. Bir də ki uşaqlar bunu çox böyüklər belə maşın bagajına qoyur. Biri nə bilim skorsun yanına, ot sürəcəksiniz deynəkin altına. Tam oralara qoyur, nə bilim rola, bagajınıza. Dediyim kimi bizə belə şeylər lazım olur. Beyzbol sopasını özünüz qarşı-qarşıya döyüşməyə belə qoyun. Təpiyi uzadın. Mən sizə dediyim budur yəni. Əsas mənə bu nə vaxt lazım olur? Kimsə mənə, yəni heç bir zaman belə bunlardan davada istifadə edəməm. Əsas bu mənə lazım olur. Kimsə sizə qarşı tərəfdən gələndə çox adam olurlar, mən ona görə o zaman bunu istifadə olunur. Yəqin ki videomu xoşladınız, yəni sevdiniz. Kanalıma abunə olub başlıqda da dediyim kimi like atmağı, abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək bu kanalda dediyim kimi ancaq belə kanal istifadə edəcəyik. Sağ olun, görüşənədək gələn videolarda görüşərik.